Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 40-cı dərs sərbəst tapşırıq. Dərsimiz 7 ayədən ibarətdir. Yeni sözləri qeyd eləyərsiniz. Kimsə burada görə bilmirsə, Telegramda şəkillər var. Birinci ayəmiz Əl-İmran surəsi 110-cu ayədir. Bismillahirrahmanirrahim. Kuntum. Siz oldunuz xayran, ən yaxşı ümmət, yəni ümmət. Uxricət. Yəni, uxricət xaraca sözündəndir. Çıxarılmış. Yəni, ümmət qadın cinsində olduğuna görə uxricət sonluğu hərfi o da qadın cinsinə çevrilir. Linnəs insanlar üçün. Siz insanlar üçün çıxarılmış ən yaxşı ümmətsiniz. Çıxarılmış, yəni ortaya çıxarılmış desək daha gözəl olar. Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Tə'murunə, əmr edirsiniz. Bil-ma'ruf, yaxşılığı və tənhavnə və qadağan edirsiniz, yaxud çəkindirirsiniz. Anil munkar, pis əməllərdən. Və tu'minunə billahi və Allaha inanırsınız, yaxud Allaha iman gətirirsiniz. Və burada dadə kimdə tərcümə etsək daha yaxşı olar. Ləv, əgər əmənə, əgər iman gətirsəydi əhlül kitab, yəni kitab əhli, ləkənə, lə təsdiqdir, yəni əlbəttə, kənə olardı, xayran daha yaxşı, ləhum onlar üçün. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Minhumul mu'minun. Minhum, min dandəndir, indi dandən də olsa içərisində də deyə bilərik bu sözü. Minhum, onların içərisində, yəni onlardan, mu'minun, yəni iman gətirənlər vardır. Və əksəruhum və yaxud da lakin də demək olar. Lakin onların çoxu, əksəriyyəti əl-fəsiqun, fasiqlərdir. Haqq yoldan azmışlar, yəni fasiqlər. Ümumi tərcümə də belədir ki, siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Yaxşılığı əmr edir, pis əməllərdən çəkindirirsiniz. Və Allaha inanırsınız. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların içərisində iman gətirənlər də vardır. Lakin onların çoxu fasiqlərdir. İkinci ayəmiz Ənam surəsi 19-cu ayədir. Ənam surəsi 19-cu ayə əvvəldən deyil, ortadandır. Bismillahirrahmanirrahim. Qul de, innəmə yalnız huvə o iləhun, ilah, tanrı, vahid, tək. De, o yalnız tək bir tanrıdır, tək bir ilahdır. Və innəni və innə həqiqətən, yə də burada məni bilir və həqiqətən mən bəriun, uzağam, mimmə o şeylərdən, tuşrikun, sizin şərik qoşduğunuz. Yəni sizin şərik qoşduqlarınız. Ümumi tərcümə de, o yalnız tək bir ilahdır, tanrıdır. Mən sizin şərik qoşduğunuz şeylərdən uzağam. Ənam surəsi 78-ci ayə, 3-cü ayəmiz. Bu ayə də deməli əvvəldən deyil, ortadandır. Bismillahirrahmanirrahim. Fələmmə, fə elə isə ləmmə, hələ baş verməmiş olan bir şey, həmişə feildən öncə ləmmə yazılanda hələ baş verir, amma baş bitməmiş bir baş verir, amma bitməmiş bir feildir. Əfələt, yəni batdı. Ləmmə, əfələt, o batdıqda, yəni batan zaman mənasında, yəni hələ batır, amma tam batmayıb da, o batdıqda, qurub etdikdə, qalə dedi. Elə isə o batdıqda dedi. Yə qavmi, ey qövmüm, orada kəsrə məni bildirir. İnnə həqiqətən, yə də burada məni bilir. Həqiqətən mən bəriun, uzağam, mimmə tuşrikun, bayaq da demişdik, sizin şərik qoşduqlarınızdan. Ümumi tərcümə də belədir ki, o batdıqda isə dedi, ey qövmüm, mən həqiqətən sizin şərik qoşduqlarınızdan uzağam. Ardıca 4-cü ayəmiz gəlir. Əraf surəsi 157-ci ayə. Bu ayəmiz əvvəldən başlayır, amma sona qədər deyil.
Bismillahirrahmanirrahim. Ellezine yettebi'une. O kəslər ki, tabi olublar, tabi olurlar, yaxud da ki, tabi olanlar. Er-Rasulən Nəbiyyi, yəni Peyğəmbər olan Rəsula. El-Ummiyyə, yəni ki, ya ümmi də deyə bilərik, yaxud da dərs oxumayıb, yazı yazmamış da deyə bilərik. Əlləzi, demək, o şey ki, yacidunehu, yəni onu tapırlar, onu görürlər. Yəni onu deyəndə burada hu qayıdır Rəsula. Yəni onu görürlər. Məktubən, məktub kətəbə sözündən də yazmaq deməkdir. Yəni yazılmış. İndəhum, ində yanında, hum onların. İndə sözü burada yazılmışdırsa, yəni əllərində kimi də gedir. Yəni indəhum onların əllərindəki. Fit Tevrat, yəni fi dadə, Tevrat, Tövrat, vəl İncil və İncil. Burada əlləzi, yəni İncilə aid idi. Yəni orada ki biz deyirik o şey ki yecidunə ki dedik, görürlər, tapırlar. Həmin o əlləzi İncilə aiddir. Demək, ya'muruhum, hum onlar, onlara, ya'mur əmr edər. Əmr edir onlara bil məruf, yaxşı işləri, və yenhəhum və onlara qadağan edir, ya da çəkindirir, anil munkar, pisliklərdən, pis işlərdən. Yəni burada Peyğəmbərdən söhbət gedir ki, Peyğəmbər onlara yaxşı işləri əmr edir və pis işləri qadağan edər. Ümumi tərcümə də belədir ki, ümmi Peyğəmbər və yaxud dərs oxumamış, yazı yazmamış Peyğəmbər olan Rəsula tabi olanlar onu əllərindəki Tövrat və İncildə yazılmış görürlər. Yəni onu deyəndə dediyimiz kimi qayıdır Peyğəmbərə. Onu əllərindəki Tövrat və İncildə yazılmış görürlər. O Peyğəmbərə aiddir. Yəni ki, onlara, yəni onlara yaxşı işləri əmr edər və pis işlərdən çəkindirər də qadağan edər. 5-ci ayəmiz Nəhl surəsi. Nəhl surəsi 90-cı ayədir və bu 90-cı ayəmiz bizim demək əvvəldən axıra qədərdir. Bismillahirrahmanirrahim. İnnəllahə həqiqətən Allah yə'muru, yəni əmr edir bil ədli, yəni ədalət sözündəndir. Ədalətli olmağı, yaxud ədaləti, vəl ihsan və yaxşılıq etməyi və yaxud yaxşılığı və itəi, yəni sözündəndir, yəni verməyi, zil qurbə, yəni qohumlara verməyi. Təbii ki, qohumlara yəni yardım verməyi, yaxşılıq, yəni yaxşılıq etmək və qohumlara yardım etmək mənasında gedir burada. Və yenhə və çəkindirər, qadağan edir. Anil fəhşə. Fəhşəni yadda saxlamaq üçün düzdür, əxlaqsızlıq deməkdir fəhşə. Fuhuş sözündəndir ki, biz türklərdə də dəfələrlə bunu fuhuş sözünü eşitmişik. Fəhşə, fəhişə, fahişə sözü, fuhuş sözü. Yəni bu formada da yadda saxlaya bilərsiniz ki, əxlaqsızlıq deməkdir. Yəni əxlaqsızlıqdan, vəl munkar və pis işlərdən, vəl bəği, daha doğrusu, demək, bu söz isə bəğyun sözü tuğyan sözüdür. Baxın, sözün kökü tuğyandır. Bəğyi, yəni bəğyu tuğyan etməkdən, yəni itaətsizlikdən. Ona görə də bunu yadda saxlayaq, sözün kökünü belə daha rahat olar. Zülm etmək kimi də qeyd olunub kitablarda, amma sözün kökü bəğiyədir, yəni tuğyan sözündəndir. Demək, davam edirik. Ya'izukum. Ya'izu bilirik ki, öğüt vermək deməkdir. Nəsihət, öğüt vermək. Kum, sizə, ləalləkum, bəlkəm siz, təzəkkərun, yəni ibrət alasınız. Düşünüb ibrət alasınız, ya da ümumiyyətlə ibrət alasınız, yaxud paklanasınız da demək olar. Ümumi tərcümə də belədir ki,
Həqiqətən Allah ədalətli olmağı, yaxud ədaləti, yaxşılıq etməyi, yaxud yaxşılığı, qohumlara yardım verməyi əmr edir. İndi yardım sözünü biz əlavə qoyuruq, amma qohumlara verməyi əmr edir. Yəni verməyə də yardımdan söhbət gedir. Əxlaqsızlığı, pis işlər görməyi və tuğyan etməyi, itayətsizliyi isə qadağan edir ya da çəkindirir. Sizə öğüt verir ki, ibrət alasınız, paklanasınız da deyə bilərsiniz. 6-cı ayəmiz Həc surəsi 41-ci ayədir ki, Allah hamıya həc ziyarəti qismət etsin inşallah. Ali dərəcədə ziyarət edib gəlməyi. Həc surəsi 41-ci ayə əvvəldən sona qədərdir. Bismillahirrahmanirrahim. Əl-ləzīnə, o kəslər ki, əgər məkkənnəhum, məkkənnə, yəni məkan sözündəndir, yerləşdirsək hum onları, o kəslər, deməli, burada əslində mövzu gedir ki, bundan əvvəl ayə var. Yəni, onlar, burada onlar sözü yoxdur, onlar o kəslərdir ki, əgər məkkənnəhum onları yerləşdirsək, fil ərd, yer üzündə, əqamus saləh, yəni namazını qılarlar. Və ətuz zəkə, zəkatı verərlər. Və əməru bil məruf, əmr edib, yəni yaxşı işlər görməyi əmr edərlər. Və nəhəv anil munkar, yəni pis iş görməyi qadağan edərlər, çəkindirərlər. Və lillahi, və Allaha aiddir, Allaha məxsusdur. Aqibətul umur. Aqibət, yəni aqibət, belə də tərcümə olunur, adı kimi görünür və yaxud son. Umurda, yəni işlər. İşlərin sonu, yaxud aqibəti isə Allaha məxsusdur, Allaha aiddir. Ümumi tərcüməni edək. Onlar o kəslərdir ki, əgər onları yer üzündə yerləşdirsək, namazı qılıb zəkatı verərlər. Yaxşı işlər görməyi əmr edib, pis işləri görməyi qadağan edərlər, çəkindirərlər. İşlərin sonu isə Allaha məxsusdur, Allaha aiddir. Və 7-ci ayəmiz Həşr surəsi 7-ci ayədir. Ayəmiz əvvəldən deyil, lakin sona qədərdir. Bismillahirrahmanirrahim. Və o şey ki, ətəkum, yəni sizə verirsə, yəni o şey ki sizə verirsə, ər-rasul, yəni peyğəmbər, demək, peyğəmbər sizə nə verirsə, belə də demək olar. Peyğəmbər sizə nə verirsə, fəxuzuhu, fə elə isə, xuzu əxadə sözündəndir, almaq sözündəndir. Xuzuhu, onu alın. Peyğəmbər sizə nə verirsə, elə isə onu alın. Və mə nəhəkum, o sizə nəyi, nədən daha doğrusu çəkindirirsə, belə demək olar, nəyi sizə çəkindirirsə, yəni o şey ki sizi çəkindirirsə, belə demək olar, o şey ki sizi çəkindirirsə. Ənhu, ondan, fə elə isə, əntəhu, bu da əmr feildir, yəni çəkinin. Uzaq durun. Yəni o sizə nəyi qadağan edirsə də uzaq olun. Yaxud da onu deyə bilərsiniz ki, o sizə sizi nədən çəkindirirsə, ondan çəkinin də deyə bilərsiniz. Vəttəqullah, Allahdan da qorxun. Təqava, yəni burada Allahdan qorxun mənası biz bilirik ki, təqava, yəni təqvalı olun və Allaha təqvalı olun da deyə bilərik. Yəni pis işlərdən çəkinin. Yəni Allahın vurduqlarını yerinə yetirin, o mənada gedir, amma Allahdan da qorxun da deyə bilərik. İnnəllaha, çünki burada ona görə qorxun qeyd olunub, çünki davamında da tərcümədə qeyd edək. İnnəllaha, həqiqətən Allah, şədidul iqab, şədid yəni şiddətlidir, iqab cəzası. Yəni həqiqətən Allahın cəzası şiddətlidir. Ona görə burada qorxun deyə təqva sözünü, ittəqu sözü qorxun kimi tərcümə olunub. Ümumi tərcümə edək bir daha. Peyğəmbər sizə nə verirsə onu alın, elə isə onu alın. O sizə nəyi qadağan edirsə, elə isə ondan uzaq olun. O sizi nədən çəkindirirsə, elə isə ondan çəkinin. Allahdan da qorxun. Həqiqətən Allahın cəzası şiddətlidir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.